Salam, hər vaxtınız xeyir. ABC Akademiyanın biologiya sınaq toplusunda 25-ci sınağın izahına baxacağıq. Birinci sualla başlayaq. Şəklə əsasən yanlış variantı seçin. Şəkildə bir rəqəmi ilə göstərilən qaraciyərdir. Onun alt hissəsində 3 rəqəmi ilə göstərilən ötk hissəsidir. 2 rəqəmi ilə göstərilən mədədir. 5 rəqəmi ilə göstərilən mədə-altı vəzidir. 4 rəqəmi ilə göstərilən isə nazik bağırsaqdır. A variantına deyilir. İkincinin maye tərkibində amin turşusuna rast gəlinər. İkinci mədədir və biz də bilirik ki, mədədə zülalların həzmi gedir və amin turşuları yaranır. Deməli, A düzgün cavabdır. Bizdən yanlışı soruşur. B-də deyir, qaraciyərin ifraz etdiyi maddə üçüncüdə toplanır, bəli, ötk hissəsində toplanır. Beşinci, karbohidrat mübadiləsində həm xarici, həm də daxili sekresiya funksiyası kimi fəaliyyət göstərir. Beşinci mədə-altı vəzidir ki, düz ifadədir ki, o da qarışıq sekresiya vəzisidir. D-də deyir, dördüncüdə bitki yağlarının parçalanması başlayır, yəni nazik bağırsaqda bu ifadədə düzdür. Y variantında deyilir ki, birinci orqan qanı stis cövhərindən təmizləyir. Bu ifadə səhvdir, çünki qanı stis cövhərindən təmizləyən böyrəklər də əksinə qaraciyərdə amoniak stis cövhərinə çevrilir. Deməli, düzgün cavab olacaq Y variantı. İkinci suala baxaq. Qrafikə əsasən doğru cavabı tapın. X-a göstərilənə baxaq. Ağızda heç bir dəyişikliyə məruz qalmayıb, mədədə həzmi başlayıb və nazik bağırsaqlarda da davam edibdir. Deməli, X olacaq zülal. Y qırıq xətlərlə göstərilib, ağızda həzmi başlayıb, mədədə heç bir dəyişikliyə uğramayıb, nazik bağırsaqlarda yenidən həzmə məruz qalıb. Deməli, Y olacaq karbohidrat. Z isə ağızda və mədədə heç bir dəyişikliyə məruz qalmayıb, nazik bağırsaqlarda həzm olub. Bu da bitki yağlarıdır, qeyd edirik. A-da deyilir ki, X maddəsi əsas enerji maddəsidir. Bu ifadə səhvdir, çünki əsas enerji maddəsi karbohidratlardır. Y maddəsi turş və gələvi mühitdə parçalanır. Y karbohidratdır, karbohidrat da turş mühitdə parçalanmaz. Z maddəsi süd zülalı ola bilər. Z maddəsi yağdır. Bu ifadə də səhvdir. D-də deyir, X maddəsi biopolimer deyil. Bu ifadə də səhvdir, çünki zülallar biopolimerlərdir. Y variantında deyir, Y maddəsinin monomerləri monosaxaridlərdir. Bu ifadə də düzdür. Polisaxaridləri, monomerləri monosaxaridlər olur. Deməli, 2 də cavab olacaq Y variantı. 3-də deyir, əgər insanda görmə sinirləri sinir impulslarını həm də göz alması əzələlərini ötürsəydi, onda bu sinir nə olardı? Görmə sinirləri biz bilirik ki, hissi sinir funksiyasını yerinə yetirir, mərkəzə gedir. Əgər göz alması əzələlərinə də ötürsəydi impulsları, onda hərəki sinirin də funksiyasını oynayardı. Deməli, olardı qarışıq sinir. Düzgün cavab olacaq C variantı. Dördüncü suala baxaq. Uyğunluğu müəyyən eləyin. A, B, C ilə işarələnmiş hissələrə baxaq. C əzələ lifidir. B əzələ dəstəsidir. A isə əzələnin özüdür. Deməli, düzgün cavab olacaq C bəndi. 5-ci sualda deyir ki, hansı orqanlardan çıxan qan bilavasitə aşağı boş venaya açılır? Birdə nazik bağırsaq yazılıb. Nazik bağırsaqdan çıxan qan bilirik ki, qapı venası vasitəsilə qaraciyər əvvəlcə daxil olur. Bir uyğun olmaz. Qaraciyərdən çıxan qan, bəli, bilirik ki, qaraciyərdən çıxan qan aşağı boş venaya açılır. Deməli, 2 ifadəsi düzdür. Sonra 3-ə baxaq, mədədən çıxan da bağırsaqlara və oradan da xarici olacaq. 4-də deyir ki, böyrəklərdən də çıxan damar, bəli, deyirik aşağı boş venaya açılır. Bu ifadə də düzdür. 5-də deyir aşağı ətraflardan, bu ifadə də düzdür. Mədə-altı vəzidə düzgün cavab olmaz. Deməli, düzgün cavab olacaq 2, 4 və 5, yəni C variantı. 6-cı suala baxaq. Şəkildə verilən sümüklərlə quruluşca eyni növ sümükdür. Şəkildə verilən sümük kəllə sümükləridir ki, bu sümüklər də kəllə qutusu sümükləridir ki, bunlar da deməli, yassı sümüklərə aiddir. Birdə kürək sümüyü verilibdir. Biz bilirik ki, kürək sümüyü elə yassı sümüklərə aiddir. Biri qeyd eləyək. Fəqərələr qarışıq sümükdür, çanaq sümüyü yassı sümükdür, döş sümüyü yassı sümükdür, qabırğalar yassı sümükdür, körpücü isə qarışıq sümükdür. Deməli, düzgün cavab olacaq 1, 3, 4, 5, yəni D variantı.
7-ci suala baxaq. İnsan tez yuxu fazasının sonunda oyanmaq şərti ilə maksimum yuxu siklində yatmışdır. Ləng yuxu fazalarının davam etmə müddəti maksimum, tez yuxu fazalarının davam etmə müddəti isə minimum olarsa, insan neçə saat yatmış olar? Burada bizə deyir ki, yuxu sikli maksimum olsun. Biz bilirik ki, insan maksimum 5 yuxu siklində yata bilər. Və deyir, ləng yuxuların davam etmə müddəti maksimum, tez yuxular minimum olsun. Qeyd edirik o siklları. Birinci sikl, ikinci, 3, 4 və 5-ci sikl. Hər siklda da birinci gəlir ləng yuxu fazası, sonra tez yuxu fazası. Ləng yuxu, tez yuxu. Qeyd eləyək. Ləng yuxu, tez yuxu, ləng yuxu fazası da tez yuxu fazası. Və deyir ki, ləng yuxu maksimum davam edib. Deməli, ləng yuxu olacaq 1.5 saat. Tez yuxu isə minimum, yəni 10 dəqiqə kimi olacaq. Qeyd eləyirik. Deməli, 1.5 saat 10 dəqiqə olaraq qeyd eləsək, sonuncu siklda amma bilirik ki, tez yuxu fazasının müddəti artıb 20-30 dəqiqə olur. Burada da tez yuxu minimum davam etmə müddətində olduğuna görə qeyd edəcəyik 20 dəqiqəni. İndi hesablayaq. 1.5-ləri 1 hesablayaq. Deməli, ləng yuxunun davam etmə müddəti olacaq 1.5 vurulsun 5, o da eləyəcək 7,5 saat. Tez yuxunun davam etmə müddətinə baxaq. 10 dəqiqə, 20 dəqiqə, 30, 40, üzərinə gəl 20, 60 dəqiqə. Yəni 1 saatda bu davam eləyəcək. Yəni ümumilikdə hər ikisinin davam etmə müddətinin cəmi olacaq 8,5 saat. Yəni C variantı. 8-ci suala baxaq. Şəkildə ürək siklinin bir fazası verilmişdir. Baxaq, bu hansı fazadır? Fikir veririksə, qanın axma istiqaməti mədəciklərdən damarlara doğrudur. Deməli, bu mədəciklərin yığılma fazasıdır. Yəni, ikinci fazadır. Deyir, bu zaman aypara qapaqlar açıq olur. Bəli, mədəciklər yığılanda aypara qapaqlar açıq olur. Yalnız taylı qapaqlar açıq olur ifadəsi səhvdir. Qan arteriyalara qovulur ifadəsi düzdür. Müddəti sakit halda 0.1 saniyədir ifadəsi səhvdir, çünki 0.3 saniyə olmalıdır. Taylı və aypara qapaqlar açıq olur ifadəsi də səhvdir. Deməli, düzgün cavab olacaq 1-3, yəni A variantı. 9-cu suala baxaq. Neçəsində atmosferdən aldığı oksigen qazı hüceyrələrinə qanla daşınır. Atmosferdən aldığı oksigen qazı dediyinə görə biz burada onsuz da xərçəngi çıxırıq. Çünki xərçəngdə qəlsəmə tənəffüs olduğu üçün o atmosferdən yox, deməli, suyun içərisindəki oksigenlə tənəffüs edir. Yəni, oksigeni suyun içərisindən alır. Hörümçək-kimlər dəstəsi nümayəndəsi göstərilib traxeya ilə, həmçinin həşəratlar göstərilibdir ki, onlar da traxeya vasitəsilə tənəffüs eləyir. Digəri isə soxulcandır. Soxulcanda da tənəffüs bütün bədən səthi ilə baş verir. Amma deyir, neçəsində oksigen qazı hüceyrələrə qanla daşınır. Biz bilirik ki, həşəratlarda qan qazlar mübadiləsində iştirak eləmir. Deməli, cavab olacaq 1, bu hörümçək-kimlərin nümayəndəsi, digəri isə olacaq soxulcan, yəni ikisində B variantı olaraq qeyd edəcəyik. 10-cu suala baxaq. 10-cu sualda deyir ki, aşağıdakı şəkildə təsvir olunan göz qüsurunun səbəbi aşağıda hansı rəqəmlə verilən strukturla əlaqədərdir? Fikir verirsə xəyal, torluq qirşanın baxın önündə alınıb. Öndə alınırsa, deməli, bu yaxından görmə xəstəliyidir və yaxından görmə xəstəliyi iki səbəbdən baş verə bilir. Burada isə bizə verilən səbəb, deməli, billurla bağlıdır. Billurun qabarıqlığının artması nəticəsində sonradan qazanılan xəstəlik kimi formalaşır. Deməli, cavab olacaq. Billur da burada 3 rəqəmi ilə göstərildiyi üçün C variantı, yəni 3. 11-ci suala baxaq. Eşitmə analizatorunun birinci hissəsi hansı rəqəmlə verilən hissədən başlayır? Eşitmə analizatorunun birinci hissəsi, yəni reseptor, yerləşir daxili qulaqda. Daxili qulaqda da ilbizin üzərində. İlbiz də burada göstərilibdir 4 rəqəmi ilə. Deməli, cavab olacaq D variantı. 12-ci suala baxaq. Sağlam qadın orqanizmində hamiləliyin hansı mərhələ və ya mərhələlərində sarı cisim hormon sintez edər? Biz bilirik ki, sarı cisim Rüşeym dövründə də hormon sintez eləyir. Əlavə olaraq cift əmələ gəldikdən sonraki bir ay ərzində də hormon sintez eləyir. Cift əmələ gəldikdən
bir ay sonra isə özü hormon sintezləməyə başlayır. Deməli, ümumilikdə 3 ay sarı cisim hormon ifraz eləyir. Həm başlanğıc mərhələdə, həm rüşeyin mərhələsində, həm də döl mərhələsinin ilk bir ayında. Yəni düzgün cavab olacaq Y variantı. 13-cü suala baxaq. Cədvələ əsasən X və Y ifadəsinin qiymətini müvafiq tapın. Sakit halda insanın udduğu havanın miqdarı 3000 ml olub. Ağciyər kapillyarlarına daxil olan oksigenin miqdarı Y, karbon qazı, xaric olunan karbon qazının miqdarı isə Y ilə işarə olunubdur. Biz bilirik ki, ağciyər kapillyarlarına daxil olan oksigen 5%'dir. İndi burada 3000 ml hava udulduğu üçün 3000'in 5%'ini tapırıq. Bu eləyəcək 150 ml. Deməli, X-in cavabı oldu 150 ml. Xaric edilən havadakı karbon qazı isə 4%'dir. 3000'in 4%'ini tapdıqda isə bu da eləyəcək, deməli, 120 ml. Deməli, cavab olacaq C variantı. 14-cü suala baxaq. Bir ailədə ana və atanın qan qruplarının təyin testi aşağıdakı kimi olmuşdur. Çökmə yoxdur, bu formada verilib, çökmə var isə digər formada. Bu ailədə doğulacaq uşaqlar hansı qan qrupuna malik ola bilər? Bu tapşırığı həll eləməyə görə gəlin birinci baxaq bu qan qruplarının təyini cədvəlinə. Buna əsasən baxaq. Deməli, aglütinasiyanın vəziyyətinə baxaq. Bundan biləcəyik ki, ata və ananın qan qrupu hansılar olmuşdur. Fikir verirsinizsə, antitel A ilə çökmə verirsə, deməli o ikinci qan qrupudur. Həqiqətən atada baxın A ilə çöküntü verib. Deməli atanın qan qrupu olacaq ikinci qan qrupu. Antitel B ilə isə baxın çökmə verən üçüncü qan qrupudur. Deməli ananın qan qrupu olacaq üçüncü qan qrupu. Biz indi burada doğulacaq uşaqların belə deyək, qan qruplarının növ müxtəlifliyi maksimal tapmalıyıq. Ona görə hər ikisini, yəni həm ananın, həm də atanın qan qrupunun genotipini heterozigot götürək. Onda atada olacaq A0, anada isə olacaq B0. Həll eləsək, deməli anada, atada qametlər A və 0, anada qametlər B və 0. Alınacaq qan qrupları AB, yəni 4-cü qan qrupu, A0, yəni 2-ci qan qrupu, 00, yəni 1-ci qan qrupu, B0, yəni 3-cü qan qrupu. Deməli, doğulacaq uşaqlarda hər 4 qan qrupuna rast gəlmək olar. Düzgün cavab olacaq Y variantı. Şəklə əsasən yanlış fikri göstərin. 1, 2 və 3 rəqəmi ilə göstərilən hissələr 1 uşaqlıq borusudur, 2 uşaqlıq, 3 isə yumurtalıqdır. Normal hamiləlik zamanı 2-də yumurta hüceyrəyə rast gəlinər. Elə bu ifadə səhvdir. Çünki 2 uşaqlıqdır və normal hamiləlik zamanı 2-də yumurta hüceyrəyə yox, rüşeymə rast gəlinər. A ifadəsi səhvdir. Sarı cisim üstü əmələ gəlir ifadəsi düzdür. Yumurtalıqda əmələ gəlir. Hamiləliyin rüşey mərhələsi 2-də başlayır ifadəsi də düzdür. Follikullar 3-də yetişir. Bəli, yumurta hüceyrələrinin tam yetişdiyi yer isə 1-dir. Yəni yumurta borusu və yaxud da uşaqlıq borusu dediyimiz hissədir. Çünki biz deyirdik yumurta hüceyrə əmələ gəlir yumurtalıqda, amma tam yetişməsi yumurta borularında olur. Deməli 15-də də düzgün cavab olacaq A variantı. 16-cı suala baxaq. Nefronun tərkib hissəsinə aid deyil. Nefron bilirik ki, ibarətdir qədəhə bənzər kapsuladan birinci dərəcəli qıvrım sidik kanalcığından, Henle ilgəyi və ikinci dərəcəli qıvrım sidik kanalcığından. Burada qədəhə bənzər kapsula, birinci dərəcəli qıvrım sidik kanalcıqları, yəni baxın nefronun hissələri göstərilən bax bura qədərdir. Amma 6 rəqəmi ilə göstərilən bu hissə isə sidik toplayıcı kanaldır. O nefrona aid deyil. Düzgün cavab olacaq Y variantı. 17-ci suala baxaq. 17-ci sualda deyilir. DNT molekulunda guanin və sitozin nukleotidlərin sayının cəmi adenin və timin nukleotidlərinin sayının cəmindən 2 dəfə azdır. Bu DNT molekulunda N sayda hidrogen rabitəsi olarsa, həmin molekulda neçə sitozin nukleotidi olduğunu hesablayın. Gəlin bunun həllinə baxaq. Qeyd edirik. Deməli, bizə deyir ki, guaninlə sitozinin cəmi, adeninlə sitozin, baxaq, adeninlə, guaninlə sitozinin cəmi, deməli,
adeninlə timinin cəmindən 2 dəfə azdır. Adeninlə timinin cəmindən biraz bu hissədən yazaq. Guaninlə sitozinin cəmi adeninlə timinin cəmindən 2 dəfə azdır. Biz elə bilirik ki, DNT molekulunda guaninlə sitozinin sayı bir-birinə bərabərdir. Elə bunu 2 sitozin kimi də yaza bilərik. Guaninlə sitozinin cəminin yerinə yazıraq 2 sitozin bərabərdir. Adeninlə timinin də yerinə, yəni cəmlərinin yerinə 2 adenin də yaza bilərik. 2 adenin böl 2 qalacaq burada bir dənə adenin. Deməli, 1 adenin bərabərdir 2 sitozinə. Sonra deyir ki, hidrogen rabitəsinin N kimi fikirləşək. Hidrogen rabitəsinin düsturu bərabərdir. Nukleotidlərin sayı üzərinə gəl, ya sitozin ya da guaninin sayı. Qeyd edirik sitozinin sayı. Sonra deyir, həmin molekulda neçə sitozin nukleotidi olduğunu müəyyən eləyin. Nukleotid sayını hesablayanda 2 adenin üzərinə gəl 2 sitozin kimi yazırdıq. Və yaxud da ki, 2 timin üzərinə gəl 2 guanin kimi. Çünki bilirik DNT-də nukleotidlərin cəmi adenin, timin, sitozin, guanindir. Orada da adeninlə timin, sitozinlə guanin bir-birinə bərabər olduğu üçün elə 2 adenin üzərinə gəl 2 sitozin kimi də yazmaq olar. Buradan da N bərabərdir bu verilənlərə əsasən. Deməli, N bərabərdir 3 adenin qeyd eləyərik 3 adenin. Çünki 2 adenin bu, 2 sitozin də bərabər olduğu üçün 1 adeninə eləyəcək 3 adenin. Qeyd eləyək. 3 adenin də bərabərdir neçə dənə sitozinə? 6 dənə sitozinə. Nəyə görə belə yazdıq? Hidrogen rabitənin düsturunda yerinə qoya bilək deyə. Hidrogen rabitənin sayını N-dən işarə eləyək. N bərabərdir. Nukleotidlərin sayını tapdıq ki, 6 sitozin qədərdir. Bir dənə də sitozin düsturun özündə verilmişdir. Deməli, N bərabərdir 7 sitozinə. Buradan da deyir sitozinin sayı neçə olar? Sitozin də bərabərdir. N bölünsün 7, yəni B variantı. 18-ci suala baxaq. Euler-Venn diaqramına əsasən uyğunluğu müəyyən eləyin. Euler-Venn diaqramına baxaq. Deməli, burada bizə verilib bir rəqəmi ilə qaraciyər, 2 ilə isə böyrək, 3 ilə hər ikisi üçün ortaq xüsusiyyətlər. A-da deyir, kapillyarları 2 vena arasında yerləşir. Bu, qaraciyərə aiddir. Qeyd eləyirik. B-də deyir, qanı zərərli maddələrdən təmizləyir. Qanı zərərli maddələrdən təmizləmək hər ikisinin ortaq funksiyasıdır. Qeyd eləyirik. 3-də deyir, insulin hormonunun hədəf orqanıdır. Bu isə qaraciyərə aiddir. Qeyd eləyirik qaraciyərdə. Kapillyarları 2 arteriya arasında yerləşə bilər. Bu bilirik böyrəklərdə idi ki, arteriya, kapillyar arteriya ardıcıllığı var idi. Qeyd eləyirik D-ni də 2-də. Bədən temperaturunun tənzimlənməsində iştirak edən isə qaraciyərdir. Yekini qeyd edirik qaraciyərin altında. Deməli, düzgün cavab olacaq A variantı. 19-cu suala bax. Heyvan mənşəli qidalar qızdırıldıqdan sonra tərkibində bərabər miqdarda cəmi 240 mg B qrupu vitaminləri qaldı. Qızdırılmadan qabaq qidaların tərkibində maksimum cəmi neçə milliqram B qrupu vitamini olmuşdu? Bilirik ki, bitki mənşəli qidalar qızdırıldıqda, bişirildikdən sonra B qrupu vitaminin 20%-ni itirir. Heyvan mənşəli qidalar isə 15-60%-ni itirir. Burada deyir ki, əvvəlcə maksimum nə qədər olmuşdu? Deməli, maksimum itirilmə olubdur ki, çəki də əvvəlcə maksimumuymuş. Yəni, 60% itirilibdir. Bundan hesablayacağıq. İndi bizə deyir ki, bərabər miqdarda hərəsində yəni 120 olub ki, cəmi 240 mg B qrup vitamini qalıb. İndi buna əsasən tənasüb quraq. Deyirik ki, əgər 20% itirib, yəni 20% itiribsə 80% qalır. 80%-də 120 mg-dırsa, deməli 100%-dən x olub. Baxaq görək, əvvəl çəki nə qədər olubdur bitkilərdə və tapırıq ki, bitkidə deməli eləyəcək cavab 150. Bitkidə bişirilməmişdən qabaq B qrup vitamininin çəkisi miqdarı olub 150 mg. Heyvan mənşəli də 120 mg-dır bişirildikdən sonraki kütləsi və bilirik ki, heyvan mənşəli də 60% itirib. Yəni, geridə qalan 40%-i 120 mg-dır. Onda 100% x-ə bərabərdir. Buradan da x-i tapırıq. X bərabər olacaq. Deməli, 300
milliqrama. Cəmin tap deyir. 150 üzərinə gəlirik 300 milliqram. O da bərabər olacaq 450-yə. Cavab olur C variantı. 20-ci suala baxaq. Aşağıda sağlam qadının normal postembrional inkişaf dövründə baş verən sarı cisim fazalarının müddətinin onun yaşının asılı qrafiki verilmişdir. Qrafikə əsasən X-in maksimum qiymətini tapılım. Mayalama deyir baş vermək və aybaşı siklinin davam etmə müddəti 28 gün qəbul olunmalıdır. Və sarı cisimlərin hormon ifraz elədiyi müddətdə 4550-yə bərabərdir. Biz bilirik ki, bir ovulyasiya zamanı sarı cisim 14 gün hormon ifraz eləyir. Burada isə bizə verilən 4550 gündür. Deyəcək 4550 gündə neçə ovulyasiya baş verib. Buradan ovulyasiya sayını taparıq. Deməli, bərabər olacaq 325-ə. 325 ovulyasiya baş verib. Və bilirik ki, hər iki yumurtalığın iştirakı ilə bir ildə 13 ovulyasiya baş verir. Yəni 28 günlük sikl müddətində. Bəs 325 ovulyasiya neçə ildə baş verər? Buradan da tapırıq. X bərabərdir 25 il. Bizdən qadının deməli maksimum yaşını soruşur. Baxın, maksimum yaşı soruşur. Biz də bilirik ki, qızlarda 10-12 yaşından cinsi yetişkənlik başlayır. Maksimum yaşı dediyi üçün 12-ni götürürük. 12 üzərinə gəl 25. O da bərabərdir 37-yə. Cavab olacaq D variantı. 21-ci sualda deyilir, verilən sınaq şüşəsinin hansı və ya hansılarında kimyəvi həzm baş verər? Baxırıq, mədə şüşəsi, deməli, ətə təsiri, bu, deməli, ətdə əsasən zülalların miqdarı çoxdur. Burada kimyəvi həzm baş verəcək. Deməli, bir ifadəsi düzdür. 2-də tüpürcək şüşəsi kartofa təsir edib. Kartofun da əsas hissəsi bilirik nişastadır, yəni karbohidratı və ağız boşluğunda da tüpürcək şüşəsinin tərkibində karbohidratlara təsir edən ferment var. Bu ifadə də düzdür. Məədaltı vəzin şüşəsi yağlara təsir. Burada da kimyəvi həzm gedər. Çünki məədaltı vəzi həm yağa, həm zolala, həm də karbohidrata təsir edir. Deməli, hər üç olacaq. Yəni C variantı. 22-ci suala baxaq. 22-ci sualda deyir ki, hansı istiqamətdə maddələrin çevrilməsi mümkündür? Biz bilirik ki, zülal digərlərinə, yəni yağa və karbohidrata çevrilə bilir, amma yağ və karbohidratın zülala çevrilməsi mümkün deyil. Deməli, bir istiqaməti olar, 2 olmaz. 3 istiqaməti və 4 istiqaməti yağ və karbohidratın bir-birinə çevrilməsi prosesdə baş verir. Zülal karbohidrata çevrilir, amma karbohidrat zülala çevrilə bilməz. Deməli, düzgün olacaq 1, 3, 4 və 5. 1, 3, 4 və 5, yəni C variantı. 23-cü suala baxaq. Şəkildə verilən sümüklərdən hansı oynağın əmələ gəlməsində iştirak edir? Biz bilirik ki, burada oynaq əmələ gətirən sümüklər alt çənə ilə gicgahdır ki, baxın, bir oynaq burada əmələ gəlir. Baxın, alt çənə sümüyü. Deməli, oynaq əmələ gətirən sümüyün biri alt çənədir. Sonra oynağın əmələ gəlməsində iştirak edən digər sümük gicgah sümüyüdür. Yəni, o da 2 rəqəmi ilə göstərilib. Bir də oynağın əmələ gəlməsində iştirak edən ənsə sümüyüdür ki, birinci boyun fəqərəsinə birləşir. O da 1 rəqəmi ilə işarə olunub. Deməli, düzgün cavab olacaq 1, 2, 6, yəni B variantı. 24-cü suala baxaq. Aşağıdakı cədvəldə bir xəstəyə verilən vitaminlərin nəticəsində xəstənin vəziyyəti göstərilmişdir. Baxırıq ki, A, D, Y vitaminləri verildikdə xəstədə sağalma müşahidə olunmamışdır. Deməli, A, D, Y vitaminləri xəstəyə heç bir təsir göstərməyib. Burada da A vitamini yenə var. Onsuz da A vitamini ona təsir eləmirdi. C və K vitaminləri var. İndi bilməliyik görə C mi təsir edib, yoxsa K təsir edib ki, onda sağalma baş verib. Bunun üçün digər varianta baxaq. Deməli, digər cədvəlin üstünə baxaq. B, K-da baxırsınız. B və K verilib və onda da sağalma müşahidə olunub. Deməli, K da təsir eləmir. Buradan da elə müəyyən edirik ki, xəstəyə təsir eləyən, yəni sağalmasına səbəb olan C vitaminidir. Həqiqətən də burada D, Y təsirsizdir, C təsir eləyib. Bayaqkilarına əsasən deyirik A, B, D təsirsizdir, C təsir edir. Baxırsınız. Deməli, bu xəstə skorbut xəstəliyindən əziyyət çəkir. Düzgün cavab olacaq A variantı. Sonra 25-ci suala baxaq. Yetkin insanda yalnız öz diş növü ilə qonşu olan dişlərin sayının öz diş növü ilə qonşu olmayan dişlərin sayına olan nisbəti neçədir?
Deməli, yalnız öz diş növü ilə qonşu olan dediyinə görə biz burada öndə yerləşən 2 dənə kəsicini götürəcəyik. Öndə yerləşən 2 kəsici altda və üstdə cəmi eləyəcək 4 dənə kəsici diş, 4 kəsici. Sonra sonda yerləşən böyük azı dişi, yəni ağıl dişləri dediklərimizi götürərik ki, onlar da 4 ədəd olacaq. 4 ədəd ağıl dişləri ilə bu da azı dişinin, böyük azı dişinə aiddir. Sonra bir də onun yanında yerləşən azı dişi olacaq ki, baxın, azı dişləri bu formada yerləşir. Yəni bir dənə üst çənənin bir sümüyündə göstərirəm bunu. Deməli, bir bu, bir də yanındakı. Hər çənədə də 2 ədəd olduqlarına görə bunların ümumi sayı eləyəcək 8. Bayaq onsuz ağıl dişlərini yazmışdıq. İndi elə bunu düzəldək, böyük azı kimi yazaq. Deməli, 8 dənə də böyük azı dişi olacaq. Deməli, cəmi oldu 12 ədəd, hansı ki, yalnız öz diş növü ilə qonşudur. Sonra deyir ki, bunların öz diş növü ilə qonşu olmayan dişlərin sayını, öz diş növü ilə qonşu olmayan dişlər isə köpək dişləridir. Onların da sayı 4 ədəddir. 12 böl 4. Bu da ixtisar gedəcək, qalır deməli 3 böl 1. Yəni düzgün cavab olacaq A variantı. 26-cı suala baxaq. Uyğunsuzluğu müəyyən eləyin. Deməli, sinirlərin çıxması göstərilib, simpatik və parasimpatik sinirlərin. Baxırıq ki, deməli A, B, bir də K. A, B və K-dan çıxan sinirlər hansı sinirlər olacaq? Bunlar olacaq parasimpatik sinirlər. Sonra bilirik ki, parasimpatik sinirlər beyin kötüyündən çıxır, bir də onurğa beynin olma şöbəsindən çıxır. Simpatik sinirlər isə onurğa beynin döş və bel şöbəsindən çıxır. Simpatik sinirlər də göstərilib C, D və Y ilə. Qeyd edirik, C, D, Y isə simpatik sinirlərdir. Baxaq, deyir B və K parasimpatik sinirlərdir. B, K bu ifadə düzgündür, uyğunsuzluğu bizdən soruşur. Sonra B-də deyir, mədə-altı vəziyyət simpatik sinirlər D-dən gəlir. Mədə-altı vəziyyət, bəli, simpatik sinirlər D-dən gəlir. Böyrəklərə simpatik sinirlər Y-dən gəlir. Bu ifadə də düzdür. Böyrəklərə parasimpatik sinirlər K-dan gəlir ifadəsi səhvdir. Çünki böyrəklərə parasimpatik sinirlər beyin kötüyündən gələr. Deməli, elə uyğunsuzluq D olacaq. Y-də deyir, cinsiyyət orqanlarına parasimpatik sinirlər K-dan gəlir. Bu ifadə də düzdür. 27-ci suala baxaq. B1 vitamini çatışmazlığından daha çox təsirlənən orqanlar sistemi hansı rəqəmlə göstərilmişdir? Biz bilirik ki, B1 xəstəliyinə çatışmazlıq zamanı, belə deyək, təsirlənən orqan sinir sistemidir, deyirik beri-beri xəstəliyi. Burada da sinir sistemi 4 rəqəmi ilə göstərilib. Düzgün cavab olacaq D variantı. 28-ci suala baxaq. İnsanda A orqanından qanla çıxan eritrositin B orqanına çatması zamanı ardıcıllığını yazın. A qaraciyər, B isə mədə olaraq göstərilibdir. Baxaq indi. Deməli, qaraciyərdən çıxan qan gedir, deməli, qaraciyər venası, oradan keçir aşağı boş venaya, aşağı boş vena isə gedir ürəyin sağ qulaqcığına. Sağ qulaqcığına, oradan da sağ mədəciyə. Yəni 6 rəqəmini işarə edilibdir sağ mədəciyə. Sağ mədəcikdən başlayır kiçik qan dövranı. Kiçik qan dövranı başlayır ağciyər kötüyü ilə. O da ayrılır ağciyər arteriyalarına. Deməli, gələcək ağciyər arteriyası. Ağciyər arteriyaları da ağciyərə daxil olur. Ağciyərlərdən çıxır ağciyər venası. Ağciyər venası isə gəlir sol qulaqcığa açılır. Oradan da sol mədəciyə. Sol qulaqcıq 2 ilə, sol mədəcik isə 1 ilə göstərilir və sol mədəcikdən sonra da deməli qan aortaya qovulur ki, böyrəklərə getsin böyük qan dövranı vasitəsilə 3 gələr. Deməli, düzgün cavab olacaq 4, 6, 5, 2, 1, 3. Yəni, deməli, hansı variantdır? Baxaq, A variantıdır. 29-cu suala baxaq. Bağırsaqdan qana sorulan qidalı maddənin ilk gəldiyi orqan hansıdır? Bağırsaqdan qana sorulan qidalı maddə bağırsaq venasından keçir qaraciyərin qapı venasına və gəlir qaraciyərə. 30-da deyir,
Şərtsiz refleksə aiddir, nəsildən nəslə keçmir, bu aid deyil, növü əmələ gətirən fərdlərin hamısını əhatə etmir, əhatə edir olmalıdır, əmələ gəlməsi üçün spesifik qıcıqlar tələb olunmur, olunur olmalıydı. Refleks qövsü baş beyin yarımkürələri qabığından keçmir, bəli keçmir. Baş beyin yarımkürələri qabığından refleks qövsü keçən şərti refleks idi. 7 deyir ki, müəyyən zamandan sonra sönür və ya yenisi ilə əvəz olunur. Bu ifadə də şərtsiz refleksə aid deyil, çünki o yenisi ilə əvəz olunmur, ömür boyu qalırdı. 31-ci suala baxaq. Tər vəzləri haqqında hansı fikirlər doğrudur? Qarışıq vəzlərə aiddir ifadəsi səhvdir, çünki xarici sekresiya vəzlərdir. Axacaqları epidermisin üst qatından xaricə açılır ifadəsi düzdür. 2 kvadrat metr dəridə 2 milyon olur. Düzdür. Axacaqları tüklərin soğanağına açılır. Bu pi vəzlərinə aiddir. Xarici sekresiya vəzləridir. Düzdür. Deməli, düzgün cavab olacaq 2, 3, 5, yəni B variantı. 32-ci suala baxaq. Nöqtələrin yerinə uyğun gələn ifadələri müəyyən edin. Şərti reflekslərin öyrənilməsi ilə əlaqədar itlər üzərində aparılan təcrübələrdə lampanın yanması zamanı ağız suyunun ifrazına səbəb olan beyin qabığında, deyirdik ki, qida mərkəzi ilə görmə mərkəzi arasında müvəqqəti əlaqə yaranır. Deməli, düzgün cavab olacaq burada C variantı. Yəni, qida mərkəzi, görmə mərkəzi və müvəqqəti əlaqə. 33-cü sualda deyilir, doğru cavabı seçin. İnsanda sarı sümük illiyinə malik olan sümük söhbət uzun borlu sümüklərdən gedir. Gövdə skeletinə aid ifadəsi səhvdir. Qarışıq sümük deyil, uzun borludur. Kəllə skeletinə aid deyil. Yassı sümüklərlə birləşə bilər, bəli birləşə bilər. Çünki uzun borlu sümüklərdən bazı sümüyünü deyə bilərik ki, kürək sümüyünə birləşir və yaxud da ki, but sümüyü çanaq sümüyünə birləşir. D variantı düzdür. Qurşaq skeletlərlə kəs birləşə bilir ifadəsi səhvdir. Deməli, 33-də olacaq D bəndi. 34-də deyir, yanlış cavabı seçin. Qadınlarda daxili sekresiya vəzlərinin sayı kişilərdən çox ola bilər. Deməli, daxili sekresiya vəzlərinin sayı kişilərdən çox ola bilər. Bəli, düzdür. Sonra insanın bir hüceyrəsində xromosom sayı 46-dan az ola bilər. Bəli, bəzi xəstəliklər var ki, məsələn, Şerşevski-Terner xəstəliyində 46-dan az ola bilər. İnsanın bir növ neyronu ətraf mühitlə əlaqəlidir. Bu ifadə də düzdür. Qan birləşdirici toxumaya aiddir. Bu ifadə də düzdür. 7 deyir ki, limfa hüceyrənin daxili maye mühitini təşkil edir. Hüceyrənin daxili maye mühiti yox, olmalıydı orqanizmin daxili maye mühiti. Çünki hüceyrənin daxili maye mühitini təşkil edən sitoplazmadır. Deməli, cavab olur Y variantı. 35-ci suala baxaq. Doğru cavabı tapın. Leykoplastlar 2 lipid cərgəsinə malikdir. Səhvdir, çünki onlar 2 membrandan ibarətdir və orada 4 lipid cərgəsi var. 2 aləmin nümayəndələri üçün xas ifadəsi də səhvdir, bitkilərdə olur. İbtidai bitkilərdə ola bilər ifadəsi də səhvdir. ATF sintezi getmir ifadəsi, bəli düzdür, ATF sintezi xloroplastlarda gedirdi. Yaşıl bitkinin bütün hüceyrələrində olur ifadəsi də səhvdir. Çünki onlar rəngsiz hüceyrələr idi. İnsan dondurma yedikdən sonra mütəmadi isti kofe içərsə, ilk zədələnən hissə hansı rəqəmlə işarələnib? İlk zədələnən hissə tac olar ki, tac da burada bir rəqəmi ilə işarə olunub. Hansı bitkinin vegetativ yolla çoxalması doğru göstərilməmişdir? Quşarmudu kök böhrələri düzdür. Qaymaq çiçəyi kökümsov yox, bığcıq olmalıydı. Deməli, besəfdir, bənövşə yarpaq çiliyi düzdür. Topinamur gövdə yumrusu, ayrıqotu kökümsov. 38-ci suala baxaq. Deyir ki, verilən fikirlərdən hansı doğrudur? Onurğa beyindən 31 cüt hissi yox, qarışıq sinir çıxmalıdır. Səhvdir. Deməli, bu ifadə beyincik baş beyni, onurğa beyni ilə əlaqələndirir. Bu uzunsov beyindir. Göz almasını hərəkət etdirən əzələlərin sinir mərkəzi beyin kötüyündə yerləşir. Bəli, biz deyirdik ki, göz almasını hərəkət etdirən əzələlər varol körpüsündə və yaxud da beyin körpüsündə yerləşir. Ara beyin skelet əzələlərinin gərginliyini təmin edir. Səhvdir, o orta beyni idi. Əmmə öskürmə mərkəzləri orta beyin yox, uzunsov beyində yerləşir. 39-cu sualda deyir, sistit hissəsinin seyli qirşasının iltihabıdır. Bu sistit xəstəliyidir. 40-cı sualda deyir, cədvələ əsasən X, Y ifadəsinin minimum qiymətini tapın. Yəni, X, Y cəminin minimum qiymətini tapın. Minimum dediyinə görə biz cift sayını burada minimum götürməyimiz üçün bu eyni yumurta əkizləri olmalıdır. Eyni yumurta əkizlərində bir ədəd cift olur. Döl sayı 3-dür. Cift sayı bərabər olacaq 1-ə. Hər dölün də öz göbək ciyəsi olduğu üçün göbək ciyəsi də bərabər olacaq 3-ə.
X üzərinə gəl y ifadəsi dediyi üçün 1 üzərinə gəl 3 bərabərdir 4 düzgün cavab olacaq C variantı.